Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı qaldığı otelin qarşısında təxribat törətməyə cəhd edən bir qrup Azərbaycanlı ünsür. Bu videoya diqqət edin, mən bəzi detalları göstərəcəm. Baxın. Prezident mühafizəsini yarıb, prezidentin qaldığı otelin ərazisinə keçmək istəyir bu adam. Dinc aksiyadan söhbət getmir burada. Və mühafizə xidməti normal olaraq bunun qarşısını alır. İkinci məsələ, gördüyünüz şəxsə hələ heç kim yaxınlaşmayıb, heç bir davanın içində deyil, amma əynindəki gödəkçə artıq cırılıb. Deməli, bu adamlar təxribatın sonrasını, yəni təxribat törədəndən sonra birdən onlara qarşı heç bir şey olmazdı, amma bunlar hazırlıqlı gəliblər, gödəkçəsi cırılmış vəziyyətdəki özlərini dünyaya güya yazıq kimi təqdim eləsinlər. Digər bir məsələni göstərəcəm, özlərinin, həmin bu ünsürlərin özlərinin paylaşdığı videodur. Orada təsəvvür eləyin ki, deyirlər ki, mən səni çəkmişəm, səni vurmaq istəyəndə çəkmişəm. Bunlara video lazım idi. Diqqətlə qulaq asın. Sənə vurmaq istəyir, mən sizi götürdüm. Eşitdiniz? Sənə vurmaq istəyir, mən sizi götürdüm.